Onu evimizde görəndə qəribə oldum. Bilmirəm bu qorxu idi ya başqa nəsə. Bircə onu istəyirdim ki, o heç yana getməsin, mənim yanımda qalsın. Mən onu Qədirin əlindən almaq istəyirdim həmişəlik. Və bilməli, ola bilsin ki, bu sevgi deyil. Siz sadəcə qadağan olunmuş meyvəni dəlmək istəyirsiniz. Qumru xanımla olan münasibət sizə necə təsir eləyir? Onu yenidən görməyə başlamışam. Atanızı? Ögey atama. Deməli, yaxşı təsir etmir. Sizcə bunun səbəbi nədir? Niyə kədərlənəndə, sıxılanda onu görürsünüz? Və bilməliyim, axı belə olmaz. Biz həmişə bu yerə gəlib çatanda ilişib qalırıq. Siz bu barədə mənə heç nə demirsiniz. Elə bil nə isə gizlədirsiniz. Mən heç nəyi gizlətmirəm. Gözümün önünə gəlir vəssalam. Axı bu sizə yaxşı təsir eləmir. Bilmirəm. Bilmirəm, neysə. Yaxşı, mən gedim. Sağ ol. Sağ olun. Növbəti seans haqqında sizə məlumat veriləcək.